Deyirəm, axır ki, iş tapdın ha özüvə. Nə var, nə yox? Gördüyün kimi, rəis, səhərdən axşama kimi, eşşək kimi işləyirəm qəpik quruşa. Tamojnada işləmək istəyirsən hələ də. Doğrudan? Orada bir tanış var, o ilə danışmışam. Səhər gəl başla. Nəyəm valla? Bilmirəm. Dalboyub, səhərdən axşama kimi burada qıy versən. Nə qədər maaşarsan? Kişi kimi düzünmü? 100 manat. Az sağ olan gördə ya qıy verməyə davam edirsən burada, ya da ki səninlə gəlirəm. Ades. Sağ ol. Rəis uçan quşa vururam. Hə? Cart. Siktir buradan işte. Lembo, xoş gəldin. Tanış ol. Tamojnun təzə rəisidir. Salam. Lembo, torpağından kişi çıxıb? Yox. Gəlməmiş vurdu peysərə. Getdi. İndi baxaq görək CV-ndə nə var nə yox. Burada yazmısan ki, subayam, amma rəisin demişdi ki, evlisən. O surağa basmısan. Nəysə bacıoğlu, bizdə maaşın yarısı əlnəndir, yarısı kartla. Maaş da ki, ümumi 300 manatdır, amma əvvəlcə stajirovkada olmalısan. Bəli, hər şey xoşuma gəlsə, 10 aydan sonra ştatına işə götürürəm. 10 ay? 10 aydan tez bir qəpikdə pul verən deyiləm. Xoşundu yi, xoşundu öl, bas bayra. Ay rəis, nə deyir bu? Məncə atqaz eləmə. 10 ay. Sonra da əlin ayağın təmiz 300 manat. Rəis, mən orada heç nə demədim, razılaşdım. Amma bu söhbət məni ləzzət eləmədi. Allah axırı xeyir eləsin. Rəis, əslində bayaq demək sənin yadımdan çıxdı. Nə məsələdir? Torpaqdan kişi çıxmır. Badımcan çıxır. Oldu, səy-səy danışma, min çıx get, cəmal səni gözləyir. Ay bilə, qarnım ağrıdı, sikim tuvalet. Nə oldu, getdirəm bu an? O nə bez pantov hərəkət edirsən? Niyə ki? Niyə? Qardaşımıza imkan ver, bir dəqiqə sox yer və söz danışıram. Remboya quşlayanı sikərəm. Rembo buradakılardan artıq satdı. Nəyə baxsan, demək, davay sikdir burada. Əllərin niyə qabar bağlayıb? Özün yaxşı bilirsən. İstəyirsən bu dəqiqə həll eləyim. Gedək. Dur gedək o tərəfə, orada heç kəs yoxdur. Düz deyirsən. Gözdə siqaretim qaldı, götürüm. Ürəyimdə alov vardı, oldu sən. Lembo, pox yemişəm brat. Kişi torpaqdan çıxmır. Apşısına. Nə? Cart! Bu günahla səni bağışlayıram. Film birinci hissədən fərqli olaraq yayın cırcırında başlayır. Avqustun ortalarında milçəklərin kondisionerli evlərin pəncərələrini tıqqıladıb, qaqa, çöldə cəhənnəm istisi var, pəncərəni aç girim içəri, varyakon kimi dişləməyəcəm deyə yalvardığı qızmar bir gün idi. Keçən filmdəki o sıraçları ilə beynimizə qazınmış baş qəhrəmanımız Rembo stroykada işə düzəlmişdi. Bismillah eləyib işə başlamışdı ki, Rembonun sovjet elədiyi yerdəki korpus komandiri filmə giriş edir. Opşum yaxınlaşır Remboya və "Hə, bacıoğlu, bir dənə tema var, danışım gör nə deyirsən" deyə söhbətə başlayır. Rembo da əvvəl "Qaqa, mən daha ölçülərin başını buraxmışam, az maaşım ağrımaz başım" deyə komandiri susturmağa çalışır. Amma komandir içinə soğana oxşamır. Burada Rembo dilini götünə soğub kişinin sonuna kimi dinləməyə qərar verir. Opşum burada polkovnik deyir ki, bəs bizim oktyabr təxrisləri Pavlo xidmətə qalıblar. Təxris eləmək əvəzinə Vyetnama göndərdilər. Onların olduğu ərazinin şəkillərini çəkmək lazımdır. Oraları sən daha yaxşı tanıyırsan. Opşum deyir ki, sən zorsan, bombasan, gec şəkilləri çək. Rembo isə "Rəis, valla mən özüm keçən ayın ortalarında təxris olmalıydım. 2 həftədir padlo sayılıram" deyir. Amma polkovnik Rembonun etirazlarını qozlamır. Qayıdır ki, gicdi laq, əməl müzakirə olmur, icra olunur bilet. Rembo da körpeşmə razılaşır və aeroporta gedirlər. Orada Rembo Amerika ordusu ilə yaxından tanış olarkən bir yandan da hazırlaşmağa başlayır. Opşum avtomatını, bıçağını, dırnaq təmizləyən nizamını götürüb yola çıxır. Opşum bu xiyar gedir meşənin ortasına və axtarmağa başlayır. Amma nə axtardığını hələ tam bilmir. Bu sırada qabağına bir dənə mamlimatan bir şey çıxır. Bu ilə tanış olur, deyir, bəs mən gəlmişəm əsir düşən əsgərləri xilas eləməyə, mənə kömək elə. Qız da deyir ki, narahat olma, hər şey bomba olacaq. Qızla ağız-ağıza verib gəzməyə başlayırlar və gedib bir dənə kater tuturlar. Tam katerə oturub gedəndə qız buna "Maşallah, çox simpatiksiniz. Sizin bir dənə muskulunuz nəyə etsən deyər"
Zat deyir. Sonra da adı nədir sənin cavan oğlan deyə soruşur. Rembo da adını deyir. Sonra da Rembo soruşur ki, bəs sənin adın nədir? Qız Səkinə deyə cavab verir. Rembo da buralarda nə gəzirsən ay Səkinə deyə soruşur və qız induşkamızı itirmişəm, onu axtarmağa çalışırdım deyir kefsiz. Rembo da qızın kefini aşmaq üçün qızın boynundakı sepi göstərir və asta səslə Səkinə ay Səkinə, qoyum səni dikinə. Səni induşkan itib. Ay məni bu sikimə deyə zümzümə edir. Qız da gülümsəyir və yola davam edirlər. Sonra xilas etdikləri əsirlərdən birini də özlərinə calayıb evakuasiya olunmaq istəyəndə aeroportdakı Mamoroza simalı cındır komandir pilota Rembo geli göt ayağında qoyub geri qayıtmağa əmr edir. Tam vertolyot Rembonu götürən momentdə vertolyot geri qayıdır. Rembo vertolyotun arxasıca çığırıb bağırsa da Rembonun izoması olan pilot heç kinə də almır onun çırpınışlarını. Rembo da əlindən Akanı yerə salır və çarəsiz bir səs tonu ilə "Akesir kürəyimə astığım. Əmr verir hər anasına bastığım" deyir və təslim olur. Rembonu tutan Vyetnamlı soldatlar da Rembonun cındırını çıxardırlar. Başını açqoya zada soxurlar. Sonra briqadanın komandiri gələndə Rembonu kanalizasiyadan çıxardırlar. Komandir Rembonun üzünə görə quşlayır, Rembo da götün qorxusundan səsini çıxartmır. Opşum stulda oturub mikrofonu əlinə alır, aeroportdan Sivaza çıxır. Bir iki dəfə aeroportu çağırır, aeroportdakılar da bunu eşidib aparatın başına yığılırlar. Rembo da əsəbi şaftalı adam oldu, qəhbələr adam oldu deyir və mikrofonu götürüb başının üstündəki kələnin götünə soxur. Bayaqki gəlinin də köməyi ilə içəridəki hamını götbaş edib oradan uzaqlaşır. Səhər açılanda çayın qırağında Rembo bu civi ilə əmişir sağollaşır, tam ayağa qalxanda düşmən ordusu keçi qüvvələri qızı güllələyirlər. Qız da başını yerə qoyur o dəqiq. Rembo da dayıca olanlara dözə bilməyib qeyrətə gəlir. Oxunu yayını zada hazırlayıb bütün Vyetnamı sikinə çevirir. Əsirləri də götürüb düz sürür aeroporta tərəf. Çatan kimi pulemyotu əlinə alıb düşür gülləliyə düz gedir cəması olan komandirin otağına. Pulemyotu yerə atıb gözünü yumur, ağzını açır. Qəhbə, bu nə hərəkət edirsən, oğraş? Oturub şişənlərdə sikim sənin göt bilə. Canım yeri, gözüm yeri, qoyum sənə özüm yerlə, hə? Qəhbə, vertolyotu niyə abratını qaytardın, qoymadın bizi götürsün? Kimi təhqiramiz ifadələr işlədir. Komandir abratka verə bilmir əlbəttə. Bilir ki, ağzını açsa Rembo ağzına poxu qoyacaq. Sonra polkovnik gəlir, bunu sakitləşdirir. Sonra da Rembo qaqamıza vəd verir ki, bəs bu yaxınlarda Vayne Qaradokda 2 otaqlı mənzillər satışa çıxanda buna ipotekanın bir dənə ev təşkil edəcək. Rembo da deyir ki, burada qalıb pox-pox işlərlə məşğul olmaqdansa arvad uşağı da götürüb Qaradokda kulturunu yaşayaram da özüm üçün. Oxşum sonra dayı dağılışırlar və yazılar qalxır və film bitir.